Hər kəsə salam. Kanalımın dəyərli xanımları. Ümidvaram ki, hər biriniz yaxşısınız. Şükür, mən də yaxşıyam. Biraz bekarçılıq idi. Dedim bu vloqu montaj edim, siz üçün paylaşım. Demək xanımlar, bu günə kimi mənim kanalımda hələ belə vloq olmamışdı ki, müxtəlif günləri bir araya gətirib bir vloqda cəmləşdirim. Qalereyaya baxarkən gördüm ki, hətta neçə həftə bundan qabaq siz üçün vloqlar çəkmişəm, amma ki, heç birini paylaşmamışam. Fikirləşdim ki, ya bunları silim, ya da ki, hamısını cəmləşdirim, bir vloq halına gətirib paylaşım. Bilmirəm bu siz üçün nə qədər maraqlı olacaq, amma inanın ki, heyfim gəldi onları silməyə. Ən azından YouTube-da qalar, baxışları az olsa da eybi yoxdur. Yadınızdadır xanımlar, bəlkə də bir ay öncə olar ki, benim dişim ağrıyırdı və həkimə gedərkən də onu da siz üçün vloqlamışdım. Amma dişimin ağrısından özümü yaxşı hiss eləmirdim deyənə həvəsim olmurdu ki, bu vloqu montaj eləyim, paylaşım. Yəni ki, bunu öncədən deməyimdə səbəb odur ki, vloqa baxıb bitirəndən sonra görəcəksiniz ki, ta bir ayın vloqunu paylaşmışam. Bunu öncədən bilib baxmaq ayrıdır, bitirəndən sonra köhnə vloqu bizə izlətdirib demək ayrıdır. Bu vloqda biz gedirik Burger King-ə, səhərsi gündə gedəcəyik dişmi çəkdirməyə. Burger King-i mənim qızım xoşlayır. Mən özüm isə KFC-ni xoşlayıram. Necəsiz ki, Burger King-ə gedirlər, amma öncədən evdə yemək yeyirlər. Demək xanımlar, bu bişirdiyim yemək günortanın yeməyidir. Bu yeməyi bişirdim, Tamerlanı yatırtdım. Lan oyanandan sonra getdik Burger King-ə. Artıq axşam üstüdür, hardasa 6-7 işləmişdi. Bizim qaldığımız yerin bir yaxşı cəhəti var ki, çox yer bura yaxındır. Yanımızda dəniz də var. Dəniz deyəndəki xanımlar, Moskvada bilirsiniz ki, dəniz yoxdur. Burada süni göl kimi yaradılıb. Sonra dağ var. Dağ çox gözəldir, çox maraqlıdır. İnşallah orada gedəndə siz üçün vloq çəkəcəm. Sonra Burger King-dir və müxtəlif marketlər var. Bu marketlərə Aşan da daxildir. Aşan Moskvanın ən iri marketlərindən biridir. Şəbəkədir, demək olar ki, çox yerdə var. Bu arada bu oyunu görəndə Leyla mütləq bunu oynamalıdır. Uduzsa da mütləq bunu oynamaq istəyir. İlk dəfə idi ki, mən də vururdum, amma görünür heç gücüm yox imiş. Əslində bu kimi oyunlara mənim üçün pul vermək çox anlamsızdır. İlk dəfə idi ki, mən bunu vururdum və onda anladım ki, belə şeylər həqiqətən də çox lüzumsuzdur. Boş-boş xərcin gedir və ortada heç bir marağı da yoxdur. Artıq biz gəlmişik Burger King-ə. Gördüyünüz kimi gəzə-gəzə gəldik, çünki bizim qaldığımız yerə həqiqətən də yaxındır. Demək xanımlar, burada KFC-nin toyuqlarından sifariş verdim. Amma dadı o qədər pis idi ki, heç vaxt McDonald's-da, Burger King-də, ümumiyyətlə də başqa yerlərdə KFC-nin toyuqlarından qətiyyən sifariş verməyin. Çünki dadı doğrudan da bərbad gəlir. KFC-nin toyuqları elə öz yerində dadlı olur. Bunu mən neçə dəfə yoxlamışam müxtəlif yerlərdə, Azərbaycanda. Elə düşünürdüm ki, yəqin yerindən asılıdır, bunlar yaxşı bişirmir. Sonra bura gələndə başa düşdüm ki, getdiyin yerdən deyilmiş. KFC-nin toyuqlarını heç bir yerdə onlar kimi bişirə bilmirlər. Xanımlar, o toyuqları o qədər xoşlayıram ki, amma sırf yerində yeməyi. KFC toyuqlarını müxtəlif reseptlərlə evdə hazırlamışam. Kanaldan bir resept götürürdüm, hazırlayırdım və dadı eyni, birəbir olmurdu. Bu toyuqların nəsə sekreti var. Nə qədər bişirirsiniz, bişirin, birəbir eyni dadı almaq qeyri-mümkündür. Əgər müxtəlif reseptlərlə, soslarla bunu evdə birəbir hazırlamış olsaydıq, elə Burger King-də və yaxud da başqa yerlərdə birəbir eynisini edə bilərdi. Burada da Tamerlanı qoyduq bura. Özü üçün oynadı. Biz də biraz rahat oturduq. Bir-iki dənə şəkil çəkdirdi ki, yadigar qalsın və əyləşib biraz da söhbət elədik, qayıtdıq evə. Bundan öncə bura gəldiyimizdə Leyla da gəlirdi bura, Tamerlanla oynayırdı. Yəni bu cür yerlər Leyla üçün də maraqlıydı. Amma indi Leylaya nə qədər desəm də belə yerlərə getmir. Parka belə gedəndə nə sürüşkəndə sürüşür, də ki, kaçelidə yerlənir. Burada da sizə göstərirəm ki, maşallah Leylanın boyu artıq 1.60-dır. Leylanın 12 yaşı var, 1.60 boyu var. Mənim isə 36 yaşım var, 1.60 boyum var. Bu da o deməkdir ki, Leyla mənim boyumu keçəcək. Zaten Leyla atasına oxşuyur. Həm boyunda, həm üzündə, həm də xarakterində. Hətta ayaqqabısını belə mənim razmerim 36-37-dir. Kabluku 36 geyinir.
geyinirəm, ketaları 37. Amma Leyla indidən 38-39 geyinir. Leylanın düşüncələri belə böyük qız düşüncələridir. Amma mənim 12 yaşım olanda o qədər uşaq kimi idim ki, həm çox utancaq idim. Təsəvvür edin ki, evə qonaq gələndə mən mütləq gizlənirdim. Gizlənirdim deyəndə ki, xanımlar, başqa otağa gedirdim və qonaq gedənə kimi o otaqdan bayıra çıxmırdım. İnsanların üzünə baxa bilmirdim, harasa gedəndə başım aşağı gedirdim. Hətta qonşumuz olurdu ki, məndən incirdi ki, sənə salam verdim, salamımı almadın. Və mən ona izah eləyə bilmirdim ki, mən həqiqətən də səni nə görmüşəm, nə də eşitmişəm. Amma indiki uşaqlar tamam fərqli böyüyürlər. İndiki uşaqlar çox ayıqdılar. Nə demək istədiyini göydə tuturlar. Bizim vaxtımızda çox saf idik. Kimdən yaxşılıq gəlir, kimdən pislik gəlir, heç onu dərk eləyə bilmirdik. İnanırsınız xanımlar, hərdən özümə məhəttər qalıram. Mənim kimi insan hara, YouTube platformasına qoşulmaq hara. Bu platformaya təzə qoşulanda heç söz tapa bilmirdim ki, vloqlarda danışım. Danışırdım danışmağına, sonra eyni vloqa özüm belə baxa bilmirdim. Öz səsimə belə qulaq asa bilmirdim. Hətta insanlar var ya, ola bilməz ki, qarşınıza çıxmasın. Birinə mesaj yazanda səsli mesaj öz səsinə yenidən qulaq asır. Amma mən əsla və əsla öz səsimə qulaq asa bilmirdim. Sonra düşündüm ki, bu belə olmamalıdır. Öz vloqumu paylaşanda əyləşirdim televizorun qarşısına, istəməsəm belə vloquma baxırdım ki, özümdə o kompleksimi yenə bilim. Və belə-belə çətinliklə də olsa o kompleksimə qalib gələ bildim. Burada artıq gəlmişik diş həkiminə. Vloqun da əvvəlində sizə demişdim ki, bir aydır ki, bu vloq çəkilib. Demək qızlar, dişim o qədər bərk ağrıyırdı ki, ağrı kəsici dərmanları sevməyən mən, demək olar ki, bir saatdan bir ağrı kəsici dərman qəbul edirdim. Ağrıyan dişdə bilirsiniz ki, artıq ağıl dişi idi. Nə etsəm də qarqaralar, otlardan qarqaralar, dərmanlar heç bir xeyri olmurdu. Axır yoldaşım dedi ki, bu mütləq çıxmalıdır, belə olmaz. Getdik, elə binamızın yanında diş həkimi var idi, orada dişimi çəkdirməyə. Xanımlar, biz əgər buranın vətəndaşı olsaydıq, nisbətən münasib çəkdirəcəkdik. Amma mən bura turist kimi gəlmişəm deyənə, bir dişi mənim düşüncəmə görə çox baha çəkirlər. Bir dənə ağıl dişini çəkdirmək üçün 260 manat pul verdik. Amma qızlar, o qədər mükəmməl diş çəkirlər ki, həm dişi çəkməmişdən öncə rənginidir, həm də ki, dişi çəkəndən sonra. Hər instrumenti steril, təmiz, həm də ki, insanın qorxusunu nəzərə alaraq hərəkət edirlər. Xanımlar, o qədər sənədə qol çəkdirdilər bizə. Artıq sayını da unutmuşam ki, nə qədər sənədə qol çəkmişik. Özümə də bu maraqlı idi. Altı üstü bir diş çəkdirirdik. Amma özümü elə hiss edirdim ki, sanki dişimin kupçasını çıxartdırıram. Hələ bu ağrı ilə yoldaşıma da deyirəm ki, onda belə çıxır ki, biz Azərbaycanda dişimizi bələdiyyə sənədi ilə çəkdirmişik. Nəysə xanımlar, zarafat bir yana bizi ilə danışdılar ki, düz bir həftədən sonra yenidən gələcəksiniz. Sözün düzü gediş səbəbimizi anlamırdım ki, artıq dişim sağalıb, nə gərək var bunu etməyə. Bu gedişimiz gördüyünüz kadr düz bir həftədən sonradır. Getdik, ağzıma plasmas nə isə taxdılar ki, ağzım mütəmadiən açıq vəziyyətdə qalsın. Sonra başladı çəkilən dişimin və digər dişlərimin şəklini çəkməyə. Hər tərəfli alt-üst şəklini çəkəndən sonra bizə göstərdilər və müalicə də yazdılar, gəldik evə. Düzdür, mən yoldaşıma qoymadım almağa, çünki yazdığı dərmanların çoxsu vitamin
gün idi. Gələrkən də Valbresə getdik, sifarişlər var idi, onları götürməyə. Duxu sifariş etmişdim, amma qətiyyən qoxusunu bəyənmədim. Bakıdan gətirdiyim duxular bitib, qalmışam burada duxusuz, bu duxunun da qoxusu heç qalmır. Alışmışam öz duxularıma xanımlar. Səhər vururdum, düz axşama qədər qoxusu getmirdi. Bu da powerbankdır. Yadınıza gəlir xanımlar, sizə demişdim ki, telefonumun zərətkası heç qalmır. Çünki mütəmadiyyən vloqlar çəkirəm və getdiyim yerdə şəkillər çəkirəm deyənə zərətkası telefonu sanki uçur. Amma bunu təəssüflər olsun ki, qaytarmışıq uje. Çünki sürətli yığmırdı. Təsəvvür edin ki, 1% yığmaq üçün hardasa 10 dəqiqə qalırdı ki, 1% zərətka yığsın. Qiyməti də ki, 60 manata idi. Nəysə ki, bunu da qaytardıq, mənə lazım olan sürətli yığsın. Və xanımlar, günün sonunda düşdük aşağı, gedirik köhnə məhəlləmizə. Belə bir lavaşda dönər aldıq, yeyib sonra gedəcəyik. Bizim indi yaşadığımız binada demək olar ki, qətiyyən gəzmirik. Aşağı düşən kimi də gedirik köhnə məhəlləmiz tərəfə. Düzdür, yaşadığımız binanın aşağısında da gəzirik, amma çox nadir hallarda. Görsək ki, hava yağışlıdır, elə də çox uzağa getmirik ki, leysan yağan kimi qaydaq evə. Xanımlar, İnanırsınız, mən bura gələndən sayılı günlər olar ki, burada havalar isti olub. Hər gün yağışlar, soyuq, hətta leysan xarakterli. Dünən axşam, gecə elə ildırım çaxırdı ki, mən ildırımdan qorxmayan insan qorxdum. Səbəbi də o idi ki, yadınıza gəlirsə, bizim yaşadığımız binanın ətrafını vurmuşdular. Və ildırım dünən axşam şiddətli çaxanda mən birinci elə bildim ki, yenə buranı vurdular. Buranın ildırımı o dərəcədə şiddətli olur. Sonra yoldaşım dedi ki, qorxmayın, buranın ildırımı belə olur. Təsəvvür edirsiniz, dünən 31 dərəcə isti var idi. Amma axşamı şiddətli ildırım və leysan xarakterli yağış. Demək olar ki, bir gündə 3-4 dənə fəsil yaşamaq olur. Mən bura gəldiyim gündən bu yana demək olar ki, ən isti havanı bir dənə dünən görmüşəm. Və dünəndən öncəki gün hava isti idi. Xanımlar, getdik, gəzdik. Gəzdiyimiz yerləri sizin üçün çəkmədim, təkrarçılıq olmasın. Evə getməmişdən öncə Maqnit market var, ora gedək. 2 dənə çatışmayanları alaq, sonra da gedək evə. Fikirləşdim marketə gedəndə də sizin üçün çəkim, çünki marketdə elə də çəkilişim olmuyor. Biraz çəkim sizin üçün, siz də baxasınız ki, burada nə var, nə yox. Belki benim olmayacaklar. Pardon? Belki benim olacaklar.
Xanımlar, burada axşam 11-dən sonra içki almaq qəti qadağandır. Siqaretdir, içkidir, 18 yaşından aşağısansa satılmır. Və əgər yaşın çoxdursa, özün uşağa oxşayırsansa, mütləq şəxsiyyət vəsiqəsini istəyirlər. Baxırlar ki, 18 yaşından yuxarısansa, o zaman sənə ya içki, ya siqaret satırlar. Bu çox yaxşıdır, hər ölkədə olsa əla olar. Burada bir dənə pis cəhət mən onda görürəm ki, əslində pis deyil, amma mənə görə bu yaxşı da deyil. Aptekları saat 9-dan sonra işləmir. Amma bizdə 24 saat işləyən apteklar da var. Bir gün bizə ağrı kəsici lazım oldu. Öyrəşmişik Bakının apteklarına ki, nə istəsək gedib ala bilirik. Amma burada saatla olduğunu da unutmuşduq. Evdə də Nurafen bitmişdi. Leylanın azmaz dişi ağrıyırdı. İstədik ki, aptekdən alaq. Baxdıq, gördük ki, bağlıdır. Məncə aptekin 24 saat işləməyi daha uyğun olardı. Sizcə də elə deyil, xanımlar. Belə bir deyim var ki, deyirdilər ki, hər zaman dərd insana axşamlar gəlir. Təsəvvür edin ki, haravızsa ağrıyır və dərman ala bilmirsiniz. Mənim düşüncəmə görə simenlə işləyib 24 saat işləmək daha məntiqlidir. Bizim ölkədə bilirsiniz də apteklardır, marketlərdir, axşama kimi fəaliyyət göstərirlər. Amma burada saat 9-dan sonra bütün apteklar bağlanır. Hətta elə aptek var ki, 9-un yarısı bağlanır. Xanımlar, desəm ki, öz ölkəmiz üçün darıxmışam, buna inanarsınız. Bəli, həqiqətən də bu belədir. Bəlkə düşünərsiniz ki, getmisən ora, özün üçün gəz, dolaş, vaxtını gözəl keçir. Gəzirik xanımlar. İnanın ki, elə bir gün yoxdur ki, biz aşağı düşək, gəzməyək. Amma öz ölkəmiz üçün o qədər darıxmışam ki, ümumiyyətlə mən öz ölkəmi çox sevdiyimə görə həm yəqin o səbəbdən qaynaqlanır, həm də ki, nədənsiz yerə sıxılıram. Düzdür, hər gün harasa getsək də çalışırıq ki, günlərimizi səmərəli keçirdək. Amma buna baxmayaraq mən yenə də burada darıxıram. Öz yaşadığımız binanın əhatəsini ümumiyyətlə xoşlamıram. Çünki hara baxıram yüksək binalar var. Bura Novi Kotelnikdir. Burada yekə-yekə binalar tikirlər və binadan başqa yalnız marketlər var. Düzdür, meşə var, göl var, Burger King var. Amma eyni yeri nə vaxta kimi görmək olar. Bir müddətdən sonra marağı da itir. Mən xoşlayıram ki, yaşıllıq olsun, ağaclar çox olsun. Burada balkona çıxıram, yenə də üzbəüz bina görürəm. Aşağı düşürəm, yenə də binalar görürəm. Yəni bir sözlə hara baxırsan hündür binalar var. Bu arada qızlar, bunu da demək istəyirəm ki, baxın, burada göyərtini yalnız belə satırlar və bir də bazarda göyərtini kilo ilə satırlar. Bizim pulla kilosu 8 manatadır. Amma indi göstərdiyim bu göyərti 3 manat, 2 manat neçəsə qəpikdir. Baxır göyərtinin azlığına, çoxluğuna. Biraz az olanda hardasa 2 manata qədər olur, biraz çox olanda 3 manat, 4 manat və getdikcə qiyməti də qalxır. Və gördüyünüz bu 2 ədəd qarğıdalı, bişmiş qarğıdalıdır, 2 manat neçəsə qəpikdir. Bizim ölkədə bunun bir ədədi 40 qəpik, 50 qəpik olur. Burayla bizim ölkədəki qiymətlərin xeyli fərqi var. Bizə baxanda buranın qiymətləri xeyli yüksəkdir. Qeyd etmək istəyirəm ki, xanımlar, tutaq ki, şampundur, Rexonadır, paraşokdur, müxtəlif təmizlik vasitələri nisbətən bizim ölkədən ucuzdur. Amma sırf produkt burada bahadır. Misal üçün, prezident yağ. Rusiyanın yağıdır. Biz öz ölkəmizdə elə düşünürdük ki, orada nisbətən ucuz olar. Amma tam əksinədir, xanımlar. Rusiyanın produktu bizdə neçəyədirsə, elə burada da o qiymətədir. Misal üçün, xanımlar, baxın, bu üzümdür. Üzüm 6 manat neçəsə qəpikdir. Amma bizdə təbii ki, bunlar nisbətən ucuz olur. Məsələn, keçən dəfə biz pomidor aldıq, kilosu 6 manat neçəsə qəpik idi. İndi Bakıda deyiləm, bilmirəm nə qədərdir, amma əminəm ki, qat-qat ucuz olar. Və burada belə bir sistem var. Kassaya getmədən burada özünüz ödənişi edə bilərsiniz. Əgər kassada növbə varsa və yaxud da kassirin başı qarışıbsa, burada rahatçılıqla hamısını özünüz vurursunuz, kartla ödənişi edirsiniz və salam. Belə sistemlərin burada olmağı çox-çox gözəldir. Artıq nə lazımdırsa onu da aldıq, gedirik evə və vlogu burada sonlandırıram. Xanımlar, mən sizdən çox rica edirəm ki, kanalıma abunə olasınız. Mən bu vloqları həvəslə, sevərək, istəyərək sizi üçün paylaşıram. Daha da həvəsli olmağım üçün sizin abunə olmağınıza ehtiyac duyuram. İnşallah ki, abunə olarsınız. Mən də burada sizi ilə sağollaşıram. Bura kimi baxdığınıza görə sizə təşəkkür edirəm. Növbəti vloqda görüşərik. Sağ olun, salamat qalın.